Salam, Azvaki YouTube kanalına xoş gəlmişsiniz. Bugün sizinlə səssiz amma ağıllı görünməyin yolları nələrdir? Bu mövzu haqqında danışacağıq. İlk olaraq bunu deyim ki, ağıllı görünmək üçün hər mövzuda danışmağa ehtiyac yoxdur. Bəzən ən təsirli insanlar ən az danışan insanlar olurlar. Birinci olaraq, hər söhbətə fikir bildirməyin. Hər mövzuda danışmaq bilikli görünmək yerinə sizi daha çox diqqət mərkəzi olmaq kimi bir istəyiniz olduğunu göstərir. İkinci olaraq, danışmazdan əvvəl düşünün. Qısa və aydın, yerində deyilən cümlələr uzun izahlı cümlələrdən qat-qat daha təsirli olur. Yaxşı dinləyici olun. İnsanlar dinləndiklərini hiss etdikdə sizi daha yetkin, daha ağıllı qəbul edirlər. Bilmədiyinizi, bəzən bilmədiyinizi etiraf edə bilərsiniz. Bir mövzu haqqında məlumatım yoxdur demək, bu mövzu haqqında fikrim yoxdur demək sizi zəif yox, özünə inamlı göstərir. Sakit və aydın danışmağa çalışın. Səs tonunu yüksəltmədən danışan insanlar adətən daha güvənli görünürlər. Sual verməyi bacarın. Ağıllı insanlar həmişə cavab vermək üçün tələsmirlər, cavab verməyə çalışmırlar. Onlar doğru sual verməyi də bilirlər. Reaksiyalarınızı bacardığınız qədər idarə etməyə çalışın. Hər şeyə ani emosional reaksiya vermək yerinə əvvəlcə düşünün, sonra daha dolğun, daha ətraflı cavab verin. Unutmayın, səssiz olmaq, ağılsız olmaq demək deyil. Əsl ağıllı insanlar diqqəti özlərinə çəkməyə çalışmırlar. Onlar davranışları ilə fərq yaradırlar. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.